Ey cəmaət, elə insanlara düçar olmuşam ki, əmr etdikdə boyun əymir, çağırdıqda cavab vermirlər. Ey atasızlar, Allahınıza kömək etmək üçün nəyi gözləyirsiniz? Sizi bir yerə toplayacaq din, sizi oyadacaq qeyrət yoxdurmu? Mən aranızda dayanıb fəryad edirəm, yar və yoldaş izləyirəm. Amma siz pis hadisələr aşkar olana qədər itaət etmirsiniz. Sizlərlə nə düşünmədən intiqam almaq olar, nə də məqsədə çatmaq. Sizi qardaşınıza köməyə çağırdım, siz isə nalə çəkdiniz. Döyüşə gedən yaralı dəvə kimi süst davrandınız. Sizdən mənə gələn az saylı qoşun belə narahat və acizdir. Sanki ölümə göndərilir və ölümü gözləri önündə görür.